Loqonevrozlardan, el arasında buna kəkələmə problemi deyirlər, bəli. Loqonevrozlar, belə deyək sizə, ümumiyyətlə loqonevroz həm irsi də ola bilir, sonradan yarana da bilir. Əsasən sonradan qorxudan yaranır, naprejeniyadan ola bilər, yəni gərginlikdən yarana bilər, həyəcandan yarana bilər və sair və ilaxır. O, yəni sırf belə deyək də, nevropatoloqun bizə verdiyi diaqnoz əsasında biz ona baxırıq və onu təyin edirik. Sonradan yaranan loqonevrozlarda, yəni kəkələməni aradan qaldırmaq olur. Amma irsən olanlar çox çətin olur. Mən demirəm ki, 100%, amma 80% aradan qaldıra bilərik bir şərtlə. Əgər uşaq tamamilə sağlamdırsa və valideyn bizim verdiyimiz təlimata uyğun hərəkət edirsə. Yəni necə? Mən ümumiyyətlə loqonevrozlarda valideynlərə çox böyük belə məsləhətim olur ki, mütləq şəkildə uşaq orada bilirsiniz də ancaq tənəffüs üzrə işləmək lazımdır ki, tələsməsin, tənəffüsü düzgün etsin, kəkələmə azalsın. Yəni, çox gözəl olar ki, valideynlər elə uşağın valideynləri üzgüçülüyə yönəltsinlər uşaqlarını. O uşaqlar çox gözəl şeir deyəndə ümumiyyətlə, kəkələyən bir insanı şeir və mahnı oxutursanız o kəkələməyəcək. Siz özünüz məhtəl qalacaqsınız ki, zaten yenə də deyirəm, o bilirsiniz, tənəffüslə işlədiyinə görədir. Başa düşdünüzmü? Hə, amma yenə deyirəm, hecalarla çoxlu oxumaqlarda, belə sair və ilaxır aradan qaldırmaq olur. Amma bizə, məsəl üçün, kəkələməklə müraciət eləyəndə biz, məsəl üçün, xoşlayırıq belə komanda şəklində işləməyə. Məsəl üçün, mənə daxil olubsa loqonevroz, mən, məsəl üçün, baxıram nevropatoloqun rəyinə, yaxşı olar ki, bizdə psixoloqlar da dəstək göstərirlər, masaja da göndərə bilərik. Yəni bizdə idman, masaj və s. və ilaxır belə bir professiyaya yönəldi insanlarımız var. Yəni bu peşə ilə məşğul olan insanlarımız var. Ona görə yenə deyirəm, loqonevroz, yenə deyirəm, əsas birinci bizə daxil olanda biz mütləq şəkildə nevropatoloqun rəyinə baxırıq. Və yeri gəlmişkən qeyd eləyək ki, Esmira xanımın işlədiyi müəssisə, müalicə mərkəzinin, pediatriya mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Müalicə Mərkəzi təmənnasız şəkildə dövlət tərəfindən maliyyələşdirilir. Ona görə də təmənnasız şəkildə vətəndaşlarımızın xidmətindədir. Növbə çox olar orada. Növbəmiz çox deyil. Bizdə belə deyək, çox gözəl rəhbərliyimiz, çox gözəl qanun qoyubdur. Bizdə koordinatorlarımız var. Yəni həmin koordinator uşaq daxil olandan sonra birinci pediatr baxışından keçir. Əgər o uşaq pediatr şübhələnirsə bunun nevroloji problemləri, yəni nədəsə şübhələnilirsə, mütləq şəkildə nevropatoloqa göndərirlər. Qamətin pozğunluğu varsa mütləq şəkildə fizioterapevtlərə yönəldilirlər və koordinatora vərəq üzərində, yəni bildiriş verilir ki, bu xəstəni növbə ilə yazırsan. Psixoloqa, məsələn, loqopedə, ondan sonra idmana, hərəsi öz saatında gəlib, öz müalicəsini alır və siz yenə də deyirəm, maraqlana bilərsiniz, doğrudan da bizim həm baş həkimimiz, həm rəhbərliyimiz çox gözəl bir struktura qurmuşuq. Yəni, heç kim növbədə gözləmir, heç kim heç kəsə əziyyət vermir, heç kəs də əziyyət çəkmir, çünki həm də iki növbəli işləyirik. Əla. Və bir məsələni istəyirəm sizdən soruşam. Bəzən elə uşaqlar olur ki, öz həmyaşıdlarından, həm fiziki baxımdan geri qalırlar, həm də ümumiyyətlə danışıq məsələsində sıfıra bərabərdir onların danışıqları. Sadəcə olaraq səslər çıxarırlar, küy çıxarırlar. Danışıq prosesinə gələndə ümumiyyətlə söz ifadə etməkdə belə çətinlik çəkirlər, nəinki cümlə qurmaqda. Baxın, bu cür uşaqlarla siz iş aparırsınız, yoxsa istiqamət tamam başqa bir həkimindir? Yox, mütləq şəkildə orada müəyyən uşaq bizə daxil olanda mütləq şəkildə artıq həm pediatrın, həm nevropatoloqun yəni baxışından keçib gəlib bizə. Məsələn, valideyn var, gəlir, deyir ki, məsələn, mənim uşağım dayanmadan mamma deyir, amma mən ona başa salıram ki, bu nə sözdür, nə də hecadır. Sadəcə olaraq, yəni qeyri-ixtiyar özündən çıxartdığı səsdir bu. Əgər sizə baxıb mamma deyirsə, o başqa. Amma dayanmadan mamma onu, yəni biz qəbul etmirik heç cür. Yenə də deyirəm, hər bir uşağın yaş dövrünə baxırıq. Birinci mütləq şəkildə yaş dövrünə baxmaq lazımdır. Və problemin səbəbi araşdırılmalıdır. Problemin səbəbi araşdırılır. Ola bilər ki, ictimai aparatında problem var. Birinci növbədə ümumiyyətcə, mən sizə belə bir söz deyim, loqopedə daxil olan valideyn uşaqla daxil olursa, mənim, məsələn,
həmçinin diqqətin birinci buna gedir. Mütləq şəkildə bu uşağın məsəl üçün diqqətinə, mütləq şəkildə eşitməsinə, mütləq şəkildə qavramasına diqqət edirəm. Ondan sonra əgər bunlar hamısı normal yerindədirsə, kiçik motorika ilə işləyirəm. Baxıram, kiçik motorikası əgər ləngiyirsə, demək ki, nitqi də ləngiyəcəkdir. Yəni kiçik motorika vacibdir. Niyə? Taktilni deyirlər. Əldə hissiyatlar, toxunuşlar, götürmə, qoyma, uyğunlaşdırma, bunlar hamısı olmalıdır ki, sonradan keçək nitqə. Biz bayaq kəkələmədən danışdıq. Bəli. İstəmirəm o mövzudan uzaqlaşaq, elə oradan davam eləyək. Kəkələyən uşaqların valideynləri necə münasibət göstərməlidir uşaqlara? Bəzən olur ki, valideynlər kəkələyən uşağın üstünə gedirlər ki, kəkələyə danışma, düzgün danış. Belə olmaz. Əsla. Onu valideynin istəyir, necə davranacağından danışaq. Məncə burada valideynin sakit olmağı və emosional vəziyyəti çox vacibdir. Şəkildə. Biz valideynlərə həmişə deyirik ki, istər-istəməz siz uşağınızın problemini bilirsiniz, düzdürmü? Evdə yüksək tonla danışmaq, evdə münaqişə etmək və yaxud da uşağın üstünə getmək qəti qadağandır. Çünki yenə deyirəm, əgər o qorxu vasitəsindən və stres vasitəsindən yaranıbsa o kəkələmə adından bəllidir. O nə deməkdir, düzdürmü? Və valideynlər, bizə çox gözəl valideynlər gəlir ki, həqiqətən biz sağalmaları görmüşük necə yüksək səviyyədə. Valideyn deyirdi ki, mən evladıma nəfəs al, denən tələsmə, mən səni gözləyirəm. Yəni valideynin rolu burada çox böyükdür. İnanın ki, bizdən də böyükdür. Əgər valideyn düzgün formada uşağını biz deyən təlimatları keçsə, orada 100% yəni nəticə olacaqdır. Məncə burada valideyn, bəli, genetik olanlar, onlar uje biraz problemlidir. Yəni onun tam sağalmasına heç kəs qarant verə bilməz. Valideynin emosional vəziyyəti məncə çox vacibdir. Valideyn özü bunu qəbul etməlidir öncə ki, uşaqda bu problem var. O problemin varlığını qəbul edəndən sonra artıq o uşaqla davranışı da mənə elə gəlir ki, düzələcək. Bəzən valideynlər olur ki, uşağı sanki bir mənfi xüsusiyyət kimi yanaşırlar o kəkələməyə, ondan utanırlar. Valideyn öz utanmağını uşağa aqressiya ilə göstərir də, biruzə verir. Məncə bundan çəkinməlidir valideynlər. Və hətta bu yaxınlarda bizdə belə gözəl bir doğrudan rəy olmuşdu ki, mənim kəkələyən bir pasiyentim var idi. O uşaq məsəl üçün 1-ci sinifə getdi və biz 1 ildən sonra görüşdük həmin uşaqla, gəlmişdilər. Elə profosmotr kimi belə deyək. Və o zaman mən baxdım, o uşaq mənə dedi ki, müəlliməm mənim o qədər səbirlə məni dinləyir. Uşaqların heç birinə icazə vermirdi ki, o kəkələyən olur. O bəzi hissələrdə kəkələyəndə belə müəllimə icazə vermirdi. Heç bir uşağın nə gülməyini, biz də cəmiyyət biraz yaxşı qəbul eləmirsiniz, bilirsiniz də. Yəni o zaman müəlliməsi o qədər gözəl məşğul olmuşdu həmin uşaqla da. Yəni o uşağın siz mənə şeir deməyi, mətn oxuyub mənə onu nağıllamağını bir görsəydiniz, nə qədər bizə sevinclidir və uşaq nə qədər şanslı idi ki, elə bir müəllim ona qismət olmuşdu. Həqiqətən. O müəllimə özü düzgün yanaşma seçib. Demək ki, o həqiqətən də işini sevən əsl pedaqoqdur o müəllim. Belə insanları alqışlamaq lazımdır. Azdır belə pedaqoqlarımız, bunu da demək lazımdır. Qısa fasiləmiz var, bir neçə dəqiqədən sonra yenidən studiyada olacaq.